Salam dəyərli izləyicilər, mən Vəfa müəllimə yenidən sizinlə dərs izahlarımıza davam edirəm. Deməli, bu günləri artıq növbəti bölmənin sonuncu tapşırıqlarındayıq, ümumiləşdirici təkrardayıq, vaxt itirmədən gəlin keçək dərslərimizin izahına. Deməli, ilk öncə birinci sualımızda verilir. Hansı cümlələrdə təsriflənməyən feillər yoxdur? İlk öncə gəlin yadımıza salaq, təsriflənməyən hansı feillər idi? Şəxsə və zamana görə dəyişə bilməyən, dəyişməyən feillərimizə təsriflənməyən feillər deyil. Və 3 təsriflənməyən feilimiz vardı. Məstər, feili sifət və feili bağlama. Gəlin cümlələrimizi oxuyaq və görək hansı cümlədə təsriflənməyən feilimiz yoxdur. Biz məktəbdən çıxanda qar hələ yağırdı. Burada təsriflənməyən, daha doğrusu feilimiz çıxanda, nə zaman çıxanda, bu feili bağlamadır. Demək ki, birinci cümləmizdə təsriflənməyən feil var, birinci cümlə bizə lazım olmadı. Bir azdan konsert qurtaracaq. Nə zaman qurtaracaq? Birazdan. Burada isə zaman zərfimizi bildirir, birazdan sözü və ona görə də zərfdir. Deməli, doğru cavablarımızdan biri, bəlkə də elə birincisi, ikinci cümləmizdir. Keçək növbəti üçüncü cümləyə. O, qurmaq, yaratmaq həvəsi ilə yaşayırdı. Nə ilə yaşayırdı? Qurmaq, yaratmaq həvəsi ilə. Deməli, qurmaq, yaratmaq həvəsi burada bizim feili, daha doğrusu, deməli, məstər tərkibli söz birləşməmizdir, qurmaq, yaratmaq. Ona görə üçüncü cümləmizdə də biz təsriflənən feili gördük. İşə vaxtında başlayın. İşə nə zaman başlayın? Vaxtında. Bu isə yenə də bizim zərfimiz olacaqdır, vaxtında başlamaq. Belə. Deməli, dördüncü cümləmizdə də təsriflənməyən feilimiz yoxdur. Gəlin 5-ci cümləyə baxaq. Yağan yağış birdən-birə kəsildi. Hansı yağış birdən-birə kəsildi? Burada yağan sözü olacaqdır. Feili sifət və ona görə də bu cümləmizdə də təsriflənməyən feil vardı. O yüzden biz deməli ikinci, dördüncü cümlələri doğru cavab kimi qeyd edirik. İkinci tapşırığımızda cümlədəki məstərləri tapın. Onları feillə və ismə aid xüsusiyyətlərini müəyyən edin. Gəlin ilk öncə məstərləri tapaq. Ceyhun üzməyi tez öyrəndi. Burada feili məstərimiz üzməyi, nəyi? Hamımız gülmək, əylənmək istəyirik. Dostumu çətinlikdən qurtarmağa çalışacağam. Nədən? Qurtarmağa çalışacağam. Çətinlikdən qurtarmağa. Burada sualımız isə çətinlikdən qurtarmağa çalışacağım söz birləşməsidir. Burada birləşmə şəklindədir məstərimiz. Uşaqlar oynamaqdan doymurlar. Nədən doymurlar? Oynamaktan doymurlar. Biz sənin gəlməyini gözləyəcəyik. Nəyi gözləyəcəyik? Sənin gəlməyini. Burada deməli, ilk öncə üzməyi, deməli, feilimiz burada təsirli hal şəkilçisi qəbul etmişdir. Hamımız gülmək, əylənmək istəyirik. Burada heç bir hal şəkilçisi, mənsubiyyət, cəm şəkilçisi qəbul etməmişdir. Dostumu çətinlikdən qurtarmağa, nəyə qurtarmağa? Burada isə yönlük hal şəkilçisini qəbul etmişdir. Uşaqlar oynamaqdan məstəri isə çıxışlı hal şəkilçisi qəbul etmişdir. Biz sənin gəlməyini gözləyəcəyik. Burada isə sənin gəlməyin burada olacaqdır. Deməli, daha doğrusu, sənin gəlməyin deməli, burada yəlik və mənsubiyyət şəkilçilərini qəbul etmişdir. Üçüncü tapşırığımıza keçək. Deməli, üçüncü tapşırığımızda verilmişdir. Fərqləndirilmiş sözlərin feildən düzələn sifət və ya feili sifət olduğunu müəyyən edin. Gəlin müəyyən edək. Biz bilirdik ki, feildən düzələn sifət və feili sifəti fərqləndirmək üçün ən qısa, ən rahat yolumuz inkar şəkilçisi olan mamə şəkilçisidir. Gəlin baxaq, elə bunu çalışmalarımızda verilən sözlər üzərində tətbiq etməklə deməli, həmin sözləri təyin edəcəyik. Mənim rəfiqələrim çalışqan qızlardılar. Çalışqan sözünü biz mamə inkar şəkilçisini qəbul etmədiyinə görə feildən düzələn sifət kimi qeyd edirik. Usta kəsici alətləri kənara qoydu. Usta hansı alətləri? Kəsici. Yenə də kəsici sözümüz feildən düzələn sifətdir.
Yerə döşənmiş xalılar təzə idi. Deməli, yerə döşənmiş sözünə yerə döşənməmiş kimi aid edə biliriksə, bu feili sifət olacaqdır. Sonra sevdiyim insanları ətrafımda görmək istəyirəm. Hansı insanları, sevdiyim insanları sevmədiyim deyə bilirəmsə, bu da feili sifət olacaqdır. Sonra tarlada qızğın iş gedirdi. Necə iş gedirdi? Qızğın sözünə də biz deməli mamə şəkilçisi artıra bilmədiyimizə görə feildən düzəlmiş sifətdir. Belə dəyərli izləyicilər, deməli çalışqan feildən düzələn sifət, kəsici feildən düzələn sifət, döşənmiş, döşənməmiş deyiriksə feili sifət, sevdiyim və sevmədiyim insan deyirəmsə feili sifət, tarlada qızğın iş gedirdi, feildən düzəlmiş sifət kimi ayırdıq və fikirlərimizi əsaslandırdıq. Dördüncü tapşırığımızda aşağıdakı sözlərdən feili sifət düzəltməklə cümlələri tamamlayın. Baxırıq, aşağıdakı cümlələrimiz hansılardır? Bayaq adam kim idi? Burada bayaq baxırıq sözlərimizə, gəlmək sözünü daha uyğun görürük. Bayaq gələn adam kim idi? Bura gələn sözü gedəcəkdir. Bilirəm ki, bacımın çox dadlı olacaq. Bacımın nə? Hazırladığı yemək çox dadlı olacaqdır. Sonra kostyum çox xoşuma gəldi. Hansı söz uyğun gəlir? Deməli, deməli, burada olacaq tikdirdiyim kostyum xoşuma gəlir. Tikmək sözü kostyuma uyğun gəldi. Burada paltarlar var. Hansı paltarlar olar? Baxırıq, yuyulmuş paltarlar olacaqdır. Və sona qalan sözümüz bəzənmək feilidir. Bəzənmiş qızlar şənliyə tələsirdilər. Gəlin feillərimizi feili sifət formasında yazıb cümlələrimizi tamamlayaq. Belə sözlərimizi yazılı formada da qeyd etdim. Bayaq gələn adam kim idi? Bilirəm ki, bacımın hazırladığı yemək çox dadlı olacaq. Daha doğrusu hazırlayacağı yemək olacaq. Burada birdən düzəliş eləyək. Bacımın hazırlayacağı yemək çox dadlı olacaq. Tikdirdiyim kostyum çox xoşuma gəldi. Burada yuyulmuş paltarlar var. Bəzənmiş qızlar şənliyə tələsirdilər. Belə, keçək növbəti 5-ci tapşırığımıza. 5-ci tapşırıqda, deməli, yaz olanda, yaz olanda kəndimiz, şərtimizi oxuyaq birinci. Verilmiş cümlələrdə feili bağlamaları seçin və hansı mənanı bildirdiyini müəyyən edin. Gəlin baxaq, feili bağlamalarımız hansı mənalarda işlənibdir. Baxırıq, yaz olanda kəndimiz yaşıllığa bürünür. Nə zaman? Yaz olanda. O məktəbə çatdıqda zəng vuruldu. Nə zaman? Çatdıqda. Əli çantasını götürüb getdi. Gəlin feili bağlamalarımıza baxaq. Birinci, yaz olanda zaman mənası bildirir. Digər, deməli, o məktəbə çatdıqda da zaman mənası bildirir. Nə zaman sualına cavab veririk. Digərində əli çantasını götürüb nə edib, yəni daha doğrusu hansı tərzdə getdi. Çantasını götürüb. Burada isə tərz hərəkət zərfinin sualına cavab verir. Yazılı izahlarımızı qeyd etdim. Zaman və tərzi hərəkət zərfinin suallarına cavab verən feili bağlamalarımızdır. Bugünkü dərs izahlarımız bu qədər. Sual və təklifləriniz olarsa şərhlər bölümünə qeyd edə bilərsiniz. Fikirlərinizi oxumaq mənim üçün də maraqlıdır. Hansı formatda, nə cür dərslər görmək istəyirsinizsə qeyd edə bilərsiniz. Buyurun, növbəti dərs izahlarında görüşənə qədər bugünlük bu qədər. Sağ olun.